Hər kəs salam uşaqlar. Kanalın yeni videosuna xoş gəlmisiniz. Ümid edirəm ki, hər şey qaydasındadır və rahatca trading öyrənə bilirsiniz. Uşaqlar, bu gün mövzumuz bias haqqında olacaq, yəni marketin istiqaməti haqqında olacaq və onun yanı sıra bir neçə bilməli olduğumuz termin var ki, onlar haqqında danışacağam. Amma ondan əvvəl bir şey açıqlıq gətirmək istəyirəm ki, bu yaxınlarda bir dostum mənə dedi ki, sən kanalda bəzi şeylərə başa salmırsan, bəzi şeylər dediyim ICT strategiyalarında bəzi terminlər var ki, onları başa salmırsan, onları yəni vacibdir falan kimisindən. Amma uşaqlar tradingə yeni başlayan biri ola bilər, yəni beyni çox qarışa bilər. Hər bir insanın istifadə etdiyi bir strategiya var ki, məsəl üçün mənim dostum mənə deyir ki, sən ICT-nin konseptlərini niyə başa salmırsan? Çünki istifadə eləmirəm. Yəni mənə lazım deyil onlar. Mən onlarsız da trade eləyə bilirəm. Mən ayrıca bir strategiyam var. Yəni siz başqa bir kanalda ICT-nin konseptlərini görə bilərsiniz. Başqa bir kanalda tamamilə fərqli bir kanalda Elliott dalğalarıyla trade edən bir insan görə bilərsiniz. Başqa bir yerdə support resistance trade edən insanlar görə bilər. Hər kəsin öz strategiyası var. Yəni sizin baxmalı olduğunuz şey chartı açıb o strategiyanın win rate nə qədərdir? Yəni bu strategiya uzun bir dönəm aralığında mənə nə qədər take profit verəcək, nə qədər stop loss verəcək. Yəni mənim total olaraq sonda xeyirdə mi olacam, yoxsa zərərdə mi olacam? Bunu biləndən sonra strategiyanızı rahat seçə bilərsiniz. Bunun yanı sıra sizə strategiyanın rahat gəlib və yaxud da çətin gələ biləcəyi yerlər var. Onlar da öz qərarınızdır. Yəni başa düşəcəyiniz şeyi götürün, özünüzü aşılayın və trade eləyin. Yəni bu qədər bəsit. Ümumiyyətlə bunu demək istədim, çünki fikirləşirəm ki, sıfırdan başlayan birinin başı çox qarışa bilər bu mövzularda. Ona görə bunu demək istədim. Bu belə. İkinci olaraq da keçək bugünkü mövzumuza. Bias. Bias nədir? Bias bazarın, marketin istiqamətidir. Biz bunu setupımız, yəni strategiyamız formalaşmamışdan əvvəl təxmin eləməliyik. Çünki sizin strategiyanızın yəni şəraiti yarana bilər, amma bazarın biası əks istiqamətdədirsə, siz böyük ehtimalla stop loss olacaqsınız. Yəni zərər eləyəcəksiniz. Ona görə bunu əvvəlcədən bilmək lazımdır və ona uyğun işləmlər açmaq lazımdır. Gələk biası necə təyin edirik mövzusuna. Biası təyin eləməyimiz bir öncəki şamın altında və yaxud da üstündə badili qapanışa görə təyin olunur. Məsəl üçün bura bir şam çəkək. Məsələn, bu bir daily bir şamdır. Bura high, bura low. Məsələn, ondan sonraki gün gəldi. Məsələn, bunun low'unun altında belə bir hərəkət elədi, məsəl üçün. Yuxarı çıxdı, sonra qayıtdı. Düz çəkəmədim çox da. Belə, hə. Buralara çıxdı, sonra bunun altına gəldi, qapanış elədisə, biz sonraki gündə bunun altında bir hərəkət görəcəyik. Yəni gözləyəcəyik daha doğrusu. Bu həmişə belədirmi? Həmişə belə deyil təbii ki də. Heç bir şey tradingdə %100 işləmir. Amma %80, %70 belə baş verir. Yəni belə tapılır biasın long yönlü və yaxud da short yönlü olması. Gəlib bunun üstündə qapanış versəydi, məsələn bunları silək. Məsələn, gəlib bunun high-ının üstündə bağlasaydı bodysini, məsəl üçün belə bir hərəkət eləsəydi, biz ondan sonra long yönlü işləm fikirləşəcəkdik. Yəni biasın long yönlü olduğunu fikirləşəcəkdik. Yəni tamamilə ən əsas ilkin olaraq bunlara görə bias tapırıq. Məsələn, chartda göstərsəm, əsas low-un və high-ın qapanışlarına baxacağıq. Gördüyünüz kimi burada hamısının yəni
Lovun altında bağlayıb, yenə short yönlü, lovun altında bağlayıb short yönlü, short yönlü, yəni buna uyğun olaraq biz yönümüzü təyin edirik. Bu e, bütün zaman aralıqlarında təbii ki keçərlidir. Amma böyük zaman aralıqları bizə daha çox, yəni daha böyük bir ehtimal verir təxminimizin doğru çıxacağına uyğun. Yəni böyük zaman aralıqları bizə daha çox dəqiq informasiya verir. Yəni bunun long yönlüsü də eyni ilə eyni şeyə görə, hayının üstündə bağlamağına görə təyin olunur. Bias hər zaman sizin tapdığınız kimi olmaya bilər. Elə gün ola bilər ki, lovun altında qapanış eləyər, amma təzədən yuxarı yönlü hərəkət eləyər. Bunlar tamamilə xəbərlərin və yaxud da makro faktorların elədiyi hərəkətlərdir. Yəni onları ona görə çox da şeyləməyin ki, ay bu gün düzgün olmadı, bu gün mənim biasım fərqli oldu falan kimisindən. Yəni özünüzə çox da suallar verməyin. Sadəcə bunu mənimsəyin, buna uyğun biasınızı təyin edin. İkinci olaraq biası təyin etməkdə bizə FVG deyilən bir termin var. Fair Value Gap. Yəni qiymətlər arasında boşluq. Fair Value Gap nədir? Məsəl üçün qiymət birdən-birə daha çox, yəni belə bir aralıqda yüksəlir və yüksələrkən də bir boşluq buraxır. Məsəl üçün belə bir şey çəkək. 1 şam, 2 şam, ikinci şam, bu da üçüncü deyək. Məsələn, bu yüksəliş hərəkətində gedibdir bu şamlar. Amma gördüyünüz kimi burada bir boşluq var. Fair Value Gap. Biz bura deyirik. Bura bir FVG yazsaq. Bu hissəyə biz FVG deyirik. Yəni, belə deyək. Oradaydı. Bu hissəyə FVG deyirik. FVG'lər bizim üçün önəmlidir. Nəyə görə? Çünki qiymətin yenidən dolaşıb bu FVG-nin doldurmasını gözləyirik biz. Çünki normalda traderlar bu FVG-lərə qiymətin gəlməsini gözləyir və oradan pozisiyalarını açmağı gözləyirlər. Təbii ki, hər zaman da qayıtmaya bilər. Yəni onu da qayıtmır direkt. Yəni yuxarı yönlü hərəkətini davam elətdirir. Amma biz çox vaxt qiymətin qayıdıb, yəni məsəl üçün bir trade eləyəcəksiniz, hər şey hazırdır. Qiymətin sizin istədiyiniz yerə gəlməyini gözləyirsiniz ki, pozisiyanı açasınız. Siz məsələn bu FVG-ni təyin eləmisiniz burada. Əgər qiymət bura gəlsə, pozisiyanı açacaqsınız. Yox, gəlməsə açmayasınız. Özü gedəcək. Yəni buna görə pis olmağa dəyməz. Yəni FVG budur. FVG də bizə bias təyin etməkdə ona kömək edir ki, məsəl üçün günlükdə bir FVG buraxar və 2-3 gün sonra bu FVG-yə dönməyini biz gözləyə bilərik. Yəni məsəl üçün bunları günlük bir şam olaraq təsəvvürləsək, çəkə bilsəm, məsəl üçün 2-3 şam belə hərəkət eləyər, məsəl üçün belə gələr və bu FVG-yə doldurar. Yəni biası biz burada necə təxmin edirik? Məsələn, yüksəldi, buradan deyərsiniz ki, məsələn, buradan bura qədər qayıda bilər. Yəni short yönlü bir bias düşünə bilərsiniz buradan. Tamamilə sizdən asılıdır bu zaten. Yəni chartda göstərsəm, məsəl üçün haran deyək. Məsələn, bura bir FVG-dir. Görürsünüz, bu bir şam, bu 2, 3 yüksəlib, arada boşluq buraxıb, günlükdə bir FVG yaranıbdır. Buranı belə işarətləsək, bu zona. Görürsünüz, qiymət gəlib və necə reaksiya alıb buradan. Yəni, buradan gəlib və yüksəlib. Yəni, FVG-lər bizim üçün buna görə önəm daşıyır. Yəni, bura qədər gəlib və buradan short yönlü FVG-yə qədər short yönlü davam edib və buradan reaksiyasını alıb long yönlü yoluna davam edib. FVG-lər də bu qədər. Yəni, bunu dediyim kimi, mən burada sizə sadəcə bu terminləri
başa salmaq istəyirəm. Yəni geri qalanın hamısı sizdən asılıdır. Gedin chartda açın qrafiki. Baxın, görün qiymət nə edib, hara gedib, hardan gəlib, harda FVG var və yaxud da ən əvvəl öyrəndiyimiz şeylər nə var, nə yox, hamısını özünüz açın, öyrənin. Ən yaxşısı odur, yəni ən asan və tez onunla öyrənə bilərsiniz ancaq tradingi. Məncə bu qədər. Bundan sonraki videolarımız CRT strategiyası haqqında olacaq. Bunlar sadəcə ilkin basic terminləri idi ki, indiyə qədər atdığım videolar ki, tradinglə tanış olasınız, qrafiklərlə tanış olasınız və bundan sonra biz strategiyamızı öyrənməyə yavaş-yavaş başlayacağıq və təxminən bir 6-7 video sonra tamamilə strategiyamızı mənimsəmiş olacaq. Özünüzə müğayət olun. Xoş günlər diləyirəm sizə. Gedin öyrənin, öyrədin, xoşbəxt olun kimi şeylər arzulayıram sizə. Hələlik.